Çox keyfiyyətsiz, çox ucuz filtrlərdən istifadə olunur. Qəti şəkildə ona qaçmaq lazım deyil. Geelydən də Volvo-nun təhlükəsizliyi qədər o ciddilik axtarırlar, amma eşitdiyim qədərilə o yox. Ford Mustang necə maşındır? Mən ona nə cavab verim? Təbii ki, pis maşındır. Quzu qurdun, yol Fordun. Sırf həmin nöqtədə saxlayanda mühərrik vurur. Dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Avtotəmir live efirinin növbəti buraxılışını izləyirsiniz və bu gün biz klub adminlərini bura dəvət etmişik. Bilirəm ki, sosial şəbəkədə ümumiyyətlə aktivliyi olanlar bu şəxsləri yaxşı tanıyırlar və özəlliklə Toyota, Lexus, Ford və Lincoln sürücüləri siz dostlarımızı yaxşı tanıyırsınız. Elə istərdim ki, vaxt itirmədən onları sizə təqdim edeyim. Toyota, Lexus Klub Azərbaycanın admini Mahmud dostumuz buradadır. Mahmud, xoş gəlmisən. Xoş gördük, salamlayıram hamını. Ford Klub Azərbaycanın admini Fərid bəy buradadır. Fərid, xoş gəlmisən. Xoş gördük. Layihəniz də xeyirli olsun. İlk qonağıyam mən buranın. Sağ olun. Xeyrin görək. Uğurlu olsun. Xeyrin biz də görək, siz də görün. Və onu da qeyd edim ki, dəyərli dostlar, bugün biz Ford, Lincoln üzərinə, Toyota, Lexus üzərinə istənilən sualı cavablandıra biləcəyik. Düzdür Fərid? Bəli. Mahmud, hazırsan da? Həmişə. Boyaqdan deyib gülürdülər. Kamera açılan kimi belə bir xüsusi bir imaj aldılar da belə. Çalışacaq ki, hər suallara cavab verək. Ford, sən sürürsən Lincoln. Mən Lincoln da sürürəm, Ford da sürürəm. Yəni hər ikisi var. Lincoln hansı modeldir? MKZ. MKZ. Detalları var, tapılır yoxsa yox? Belə deyim də, hərəkətli hissələri, mühərrik hissələri Ford Fusion'dan eynidir. Aha. Ancaq fərqli olan interyerdir, bir də eksteryer. Yəni body kit belə deyək də. Qalan hər bir şeyi eynidir. O hissələrdəki tapılandı və var. Lincoln Yəni lazım olsa tapa bilər. Lincoln Fordun bir üst səviyyəsidir, düzdür? Necə ki Lexus, Toyota üzərində. Bəli, bəli. Belə deyək də, business class olaraq gedir. Daha üst. Mühərrik transmissiyası da eynidir. Bəli, bəli. Yəni güc olaraq. Gücləndirmə falan yoxdur. Yox, eynidir. Toyota Lexus klubun admini Mahmud dostumuz da mən bilən Toyota sürür. Düzdürmü? Bəli. Toyota sürür və mən burada bir çox adminlər olublar ki, heç idarə etdikləri klubun avtomobilini idarə edəmirlər. Onunla müşahidə eləmişik. Buradan o dostlarımızı da salamlayırıq. Deyirlər ki, misal üçün kimi deyə bilərsiniz? Sən bilirsən məncə, məndən almaq istəyirsən, amma sən bilirsən. Məsələn, kimi bilirsən? Mən bilmirəm. Yəni mütəmadi olaraq siz onlarla əlaqədəsiniz. Deyəcəm, mən sən bilirsən, amma dəyişiklik olanda siz bilirsiniz. Klub admini də, amma o avtomobil idarə eləmir. Teymuru nəzərdə tutursan. Teymur nə sürürsün? Prius sürür deyəsən, hə? Prius sürür o vaxtda. Ekonomi versiya. Başqa bilmirəm ki. Kia klub. Ola bilər də, mən də indi BMW ilə gəlmişəm. Hə, baba Mahmud da BMW ilə gəlib. Niyə Toyota ilə gəlməmisən? Dostumun Toyota'ya ehtiyacı var idi deyə məcbur o maşını mən sürürəm, o mənim maşınım. Məsələn, məndən qaynaqlanmır da, yəni başa düşdünüz. Honda Toyota olaraq əl uzadırıq hamıya. Hə, köməkli göstərsiniz də. Hyundai klub Azərbaycan admini Murad Infiniti sürür. Sonra yadımda qalan deyəsən Mercedes klubun admini BMW sürür, BMW klubu admini Mercedes sürür. Onlar belə nəsə qarşı sürürlər, bilmirəm. Bəlkə də bir-birlərini yaxşı tanımaq üçündür. Hətta son reklamımızda belə Ford getdi havalayında. Havalayında onu birbaşa görürük. Havalayın yağını rahat avtomobil istənilən marka model avtomobil sürə bilərsiniz. Orada çeşid bolluğu var, onu da bildirim sizə. Opel klubun admini Toyota sürür. Onu bildirim. Ülvi dostumuz buradaydı. Prado. Hə, Prado sürür. Mən bilirəm ki, Mahmud Gil sırf Toyota Lexusa qulluq eləyirlər. Yəni özlərinin bir məkanı var. Orada təmir prosesləri həyata keçirilir. Demək olar ki, bir çox modellərinə baxırlar. Baxmadığınız modeli var Toyota'nın? Baxmadığımız model deməzdim yoxdur, amma bəzi modellər var ki, yəni avtomobilin texniki vəziyyətinə görə müştəriyə əvvəlcədən xəbərdarlıq edirik ki, biz buna baxacaqsa qanuni şəkildə axıra qədər baxacaq. Yox, yarımçıq bir iş gördürmək istəyirsinizsə, yəni biz baxmırıq bu maşına. Məsələn, adını da çəkə bilərəm elə bir modellərin. Məsələn, Lexus IS modellərində ən çox o söhbət gedir. Bayaq mən Fəriddən ona görə soruşdum ki, məsələn, mühərrik və transmissiya da eynidirmi? Məsələn, Lexuslarda analoji Toyotalarından fərqli olaraq bəzən transmissiya fərqli olur. Mühərrik fərqli olur. Məsələn, o da 2.5-dir, bu da 2.5-dir, amma bunda 6 silindirdir, onda 4 silindir mühərrik durur. Həmin IS modellərində bilirsiniz, əksərinin yürüşü 200 minin üzərindədir, 300 minə yaxındır və o avtomobillər sport olduğu üçün alındığı gündən yəni ən azı 3 dənə, 4 dənə öz sahibini dəyişdirib və hamısı onun həzzini yaşayıb.
Axırıncısı Axırıncısı da gəlir ki, təmir elətdirsin. Orada da təmir, yəni bir salnik dəyişməklə o təmir olmayacaq. yəni Ona görə, istəsələr belə elə onun maşınlarda xərci əksərən yəni müştəriyə izah eləyirik ki, bunu belə yarım yamalaq şəkildə iş görməyinə dəyməz. Ya bir dəfə tam təmir görsün, ya da ki, elə yola ver getsin hələ ki. Onca Toyota Lexus dözümlüdür də. Bir dəfə xərc çəkirsən, onu getdi də sürəcəksən onu sən. Hə, qanuni düzəltsən, hə. Deməli, salam axşamınız xeyir, hər vaxtınız xeyir. Elsəvər bəy yazır. Fusion 1.5 2014 isti mühərrikdə arada qaynət edir. 2 dəfəyə kodlanır. Kompüterdə heç bir xəta çıxmır deyir. İndi bununla bağlı fərqinizi deyə bilərsənmi? Düzdür, buradan bir şey. yəni orada yoxlanılası yəni o çox bir şeydən ola bilər, səbəbləri çox ola bilər. Amma kompüterdə xəta çıxmır. O ola bilər benzin nasosdan da ola bilər. O yəni çox starterdən də ola bilər. 2 dəfəyə işə düşür. O çox şeydən ola bilər. Ancaq ona görə isti motorda İsti mühərrikdə arada qaynət edir deyir. Bəli, 2 dəfəyə kodlanır. böyük ehtimal ki, injektorların hansısa Hə. nəmləyir. Soyuq motorda tam rahat şəkildə işə düşürsə, böyük ehtimal ki, injektorun hansısa nəmləyir. Yəni Toyota'da belə olur bu proses. Bir də Fusion'dur, bəlkə də ona görə belə olur. yox, Fusion'da elə olsaydı hamısında elə olardı. İndi Ford'un da yəni bizdə yayılan modelləri var da. Bəli. Və sevilən modelləri var. Məsələn, Ford Fusion-la bağlı adətən bizə belə bir suallar gəlir. 1.5-in mi alaq yoxsa 2 mühərrikin mi alaq? Baxır, Orada fikrin nədir? baxır pulu nə qədərdir birincisi. Hə. İkincisi hansı məqsədlər üçün istifadə edəcək? Nə, Misal ayağımı üçün- yerdən götürmək üçün. Yox, ayağını yerdən götürmək üçün bu dəqiqə insanlar əsas fokuslandığı şey nədir? Benzin istifadəsi. Aha. Yəni 245 at gücü 2 motordadır. 145 at 145 180 at gücü də şeydədir, 1.5-lərdə. Aha. 2 dənə qədər Hər idi. ikisi, hə? 2 dənə qədər. 245. 245. Aha. Hə, ona görə onlarda benzin sərfiyyatında da fərqlər çoxdur. Bəli. Sonra Amma getməyində də bir fərqi var da. Nəsə Hətta mən həz baxımından adətən da bunu var da, eşitmişəm həz. ki, qardaş 2 mühərrik almağın daha məsləhətdir. bir şey deyim də, bax eyni gövdədir, hər bir şey eynidir. Mühərrik 1.5-dir, 2-dir. Bəli. Yəni onun içində performansı sən 2-də daha yaxşı alacaqsan, nəinki 1.5-də. Və belə dözümlülük baxımından yaxşı. 2 motor. Hə, bax onu Bəli. almaq istəyirəm. 2 mühərrik daha yaxşıdır. Bəli. Detalları hamısı eynidir də, düzdürmü? Hər şey eyni, Yəni askı 2 motor, sistemi. hə, eynidir. Eynidir. Askı sistemdir, ötürücülər qutusudur. Aha. Yəni eynidir. Kompüterdə heç bir xəta çıxmır. Soyuq mənəkdə polaborat kodlanır, bir dəfəmə kodlanır. Hə, bu isti mənəkə baş verir. Ford Fusion-la bağlı belə bir şey də bilər idi Elsəvər bəy. Onu tam dəqiq diaqnoz eləyib, yəni dərini tapmaq üçün sadəcə bizə WhatsApp-a yazın 050 505 55 25-ə. Elə sizə köməklik göstərə bilərlər. Yaxınlaşın Bəli, Fərid Ford Klub servisə nə lazımdır köməklik eləyək. sağ ol. Professional. Çox sağ ol. Minnətdarıq sənə. Amma bu Buyurun. yaxşı bir şeydir əslində. İxtisaslaşmış ustaların olmağı. Məsələn, sırf Ford'a baxan yanına Yəni deyim getmək. ki, bizdə başqa model gəldi. Misal üçün Toyota gəldi, ya nə bilim başqası gəldi. Yəni biz ona xidmət göstərmirik. Bir mənalı olaraq. Çünki öz kütləmizmi deyim, öz müştərilərimizmi deyim, yəni bizə kifayət eləyir. Həm də ki bizim ustalarımız sırf Ford üzərindən ixtisaslaşdığı üçün düzdür, ustadır, hərəkət mühərrikdir. Hər hansı bir diaqnozu qoya bilər. Amma bəzi şeylər var ki, sırf yoxlayıb tam dəqiq Diaqnoz qoyulmaz. Siz işin operativliyinə də təsir eləyir bu əslində. Məsələn, mənim yanıma Ford Fusion gəlsə, Aha. olub ki, 1-2 dəfə olub, mən də Fərid gilə zəng vurmuşam ki, yəni köməklik eləsinlər. Çünki yəni maşın evakuatorda təsadüfi gəlib düşüb oraya. Yəni yönəltmişəm. Nəyə görə? Biraz da əslində bir tərəfdən yaxşı bir şeydir, bir tərəfdən pis, amma biz sırf markalar üzrə belə deyək, İxtisaslaşmışsınız. ixtisaslaşırıq deyə Aha. biz yan qaçmağa çalışırıq başqa markalardan. Çünki daha operativ iş görmək olmur onda. Toyota Lexus klubu Azərbaycanın nə qədər üzvü var? 21 deyək. 21 min. Bəs Ford klubu Azərbaycanın? Yəni yuvarlaqlaşdırsa 21 mindir. 20 nöqtədən nə qədərsə, o nə qədərdir ki, gün ərzində artdığı üçün onu konkret Neçənci ildən demək olar. siz fəaliyyət 2017-ci ildən biz 2017. fəaliyyət başlamışıq.
2019-dan da biz servis olaraq başlamışıq. 19 ya 20 idi. Bəs sizdə yaş nə qədərdir Toyota Lex Servis klubu? olaraq 18-dən. yəni deyirəm. 18-dən. Ha, eyni vaxtda demək təxminən başlamısınız da. 21 mində heç az göstərici deyil. Yəni Ümumiyyətlə mən deyim də bu klub məsələləri həmən illərdə daha çox aktuallaşdı. Həmən illərdə nə oldusa oldu. Ondan sonra yəni kimlər ki başladı? oturuşdusa oturuşdu, qalan artıq indi. Yəni bizdə hələ də yəni baxmayaraq ki biz Mahmud olsun, başqa klublar da olsun, biz çalışdıq ki bu klub formatını tam otuzduraq, yəni necə lazımdır bir inkişaf dövrünü yaşadaq. Çalışdığımız qədər çalışdıq, amma ki nə qədər də olmasa kənardan o nətər deyim şeylər çıxdı ki, onlar mane oldular o şeylərə. Nəyə mane oldular? Kimlər? Yəni klub olaraq inkişaf eləməkdə bir dənə bir şeydir. Misal üçün kluba qatılan insan fikirləşir ki, yəni sadə bir şey fikirləşir ki, mən gedəcəm orada havayı pulsuz nəsə bir şey əldə edəcəm. İstəyir görüşlərimiz olsun, istəyir nəsə bir şey olsun. Yəni bu düşüncə, bu məntiq düzgün deyil. Yəni klub anlayışı tam başqa bir şeydir, başqa cürədir. Yəni biz nə qədər də aşılamağa çalışsaq da, yəni bu mümkün olmur. Ya klubun işi də elə belə götürək də, Yəni əslində hədiyyə deyil. maarifləndirmədir, istiqamət vermədir. Paralelində hədiyyə olur, amma ki bunu klub üzvü istədikcə yox, bunu təşkilatçı verdikcə belə bir şey olmalıdır. Misal üçün mənim klubumun üzvü hədiyyə var deyə bu gün gəlirsə, sabah hədiyyə yox deyə gəlmirsə, o klub üzvü sayılmır. Hə, daim gəlsin. Gəlsin, yox gəlməli də. Daim gəlsin, Klub pul üzvü xərcləsin. Servisdə söhbət getmir. Yox, servisdə Hara gəlsin yaxşı? görüşlərimizdən söhbət gedir. Nə vaxt görüşmüsünüz axırıncı klubumuz dəfə? olsun. Axırıncı dəfə nə vaxt görüşmüsünüz? Heç axırıncı görüş olub ki, Yox, olub. cavabı nə vaxt olub? Olub da indi bəzi şeylər var ki, indi onları otuzdurmaq olmur da dediyim kimi. Yəni belə deyim Amma də. daim bir arada olmaq da, yəni bunu demək istəyirsiniz. Bəli, bəli. Biz həmin söhbət dövrdə- servisə Fərqli gəlməkdən, küstürmüsünüz servisə sport gəlməkdən klubunun söhbət üzvləri. getmir. Ford Mən- klubunun üzvləri fərqli. Məndə məsələ o formada deyil, mən o formada yanaşmıram. Yəni hədiyyə falan məsələsi bizim ən azından klubda o məsələlər olmayıb. Məsələ nədir? Dediyim kimi, həmin o aktual olan dövründə kimin vaxtı var idisə, efor sərf eləyə bilirdisə, elədi, aktivləşdirdi, klubunu otuzdurdu, amma bu hər bir şeyində bir bağlandığı bir nöqtə olmalıdır. Aha. Kim ki klubu həqiqətən həvəslə qurdu, yəni bir cəmiyyətdir da, o avtomobil cəmiyyətidir. O cəmiyyəni qurdu, kim ki həvəslə idarə elədi, bir yerdə gəldi bu biznesə çevrildi. Nə formada biznesə? Yəni məsələn Fərid, mən, Kia olsun, sonra Hyundai olsun. Murad olsun. Bəli. Bunlar bilirsiniz, bu əslində bir növ xidmətdir, xalqa xidmətdir. İnsanlara xidmət göstərən bir nöqtələr halına çevrildi. Bəli. Yəni servis mərkəzləri, klubun servisləri. Və bu klubun servisi elə olmalıdır ki, keyfiyyətdən itirməməlidir. Amma məsələn rəsmidə olan yüksək qiymətlərlə də getməməlidir. İnsanlara əlçatan həllər verməlidir. Yox, mən söhbətimi üzr istəyirəm. Mən söhbətimi servis üzərindən qurmadım. Yox, bilirəm, mən ora da gəlirəm indi. Yəni Fəridin dediyi kimi, kimsə məsələn əgər orada bir ikinci məsələ nədir Fəridin dediyi məsələlərdə? Başladı digər insanlar da klubların böyük pullar qazandığını düşünərək başqa bir klublar, alternativlər yaratmağa. Sonra parçalanmalara gətirdi, çıxartdı. Yenə də problem deyil. Əsası olan, özəyi olan yerlər yenə də öz işini davam elətdirir. Yenə də var, yenə də mövcuddur. Yenə də müəyyən aktivitetlərdə iştirak edir. Məsələn, götürək Toyota klubu olaraq biz indiyə qədər istər dövlət layihələri, istər ekoloji, istər necə deyirlər, nəqliyyat, bütün bu şeylərdə aktiv şəkildə iştirak eləmişik. Bəziləri konfidensial olub, üzə heç çıxmayıb. Bəziləri, yəni başqa... Məsələn, yolsuzluq yerlərə sürmüsünüz, mən onu görmüşəm də, getmisiniz. Yox, istər yolsuzluq olsun, istər... Yəni Toyota, mən bir sənə gəlmək istəyirəm həm də burada. Toyota əlverişli avtomobildə burada özünü sınaqdan çıxarda bilir. Məsələn, Ford desən, Ford neynir ki, ümumiyyətlə bu? Ford tədbirlərdə yox. Dağa daşa sürməyə məsələn. Ford sizin həyatınızda rol oynayan qida sektorunda hər bir şeyin A nöqtəsindən B nöqtəsinə daşınmasını təmin edir. Bəli, ticari vasitədir. Sənin bu dəqiqə yediyin, içdiyin, hamısı Fordda gedir, hə? Hər bir şeyi Ford daşıyır.
Quzu qurdun, yol Fordun. Bəli. Yəni belə dəstə Ford bir dənə şu. Ford klub servisinin WhatsApp qrupu varmı deyə bax belə bir sual var. Bəli, var. Yazıb göndərdilər bizə. VGV necədir deyə bax belə bir sual var. İndi fərqli model üzərində sual verirlər. VGV ilə bağlı nəsə deyə bilərsiniz? Heç eşitmisən VGV ümumiyyətlə? VGV Çin markasıdır. Bildiyim qədər də hal-hazırda Azərbaycanda yığım xətti var. Belə bir avtomobildir. Rəsmi satışı var bizdə. Hə. Sən bilirsən VGV-ni? Yox. Eşitməmisən ümumiyyətlə. Çin brendləri ilə maraqlanmıram. VGV ilə bağlı onu deyə bilərəm ki, Büdcə sinifi Çin avtomobilidir. Azərbaycanda da yığım xətti var və güzəştli şərtlərlə satışı var. Bu qədər məlumatım var. Amma Azərbaycanda yığılır. Hə, yığım xətti olmalıdır Azərbaycanda. Dözümlüyü ilə bağlı Neftçala rayonunda səhv eləmirəmsə. Yəni yanlış məlumat verməyək, amma mən sadəcə bunu xatırlayıram, bu yadımdadır. Tam dəqiq vaxtını deyə bilməyəcəm. Bir dinləyici efirə qoşulmuşdu və bu avtomobillə bağlı dedi ki, mən bu avtomobili aldım, ailə üzvlərinə bir yerdə gedirdim bölgəyə, avtomobil bir yoxuşa qalxanda gördüm ki, getmir. Nə qədər çəkməyini, yoxlamasını gördüm heç çəkmir. Gəldim sonra bununla bağlı servisə mən deyəsən şikayət etmişdim. Nəsə bu avtomobil getmir deyəsən qaytarmağa da çalışırdı onu. Yadıma gəlir biz də radiodaydıq həmin. Radiodaydı. Nə deyəsən? Yox, Mahmud da təsdiqləyir. Dodge Caliber necə maşın deyə yazıb da, belə görürəm də, düzdürmü? Sizin nəsə demək istəyirsiniz onunla bağlı? Heç nə. Mən ümumiyyətlə bu hansısa avtomobilin yazılıb da necə maşındır sualını mən ümumiyyətlə başa düşmürəm. Sözümün bəlkə sual deyil. Yəni konkret sual deyil. Nə üçün almaq istəyirsən? Ekonomiya, ailəmlə gəzmək istəyirəm məsələn. Məsələn deyirəm də. Ford Mustang necə maşındır? Mən ona nə cavab verim? Təbii ki, pis maşındır. Mən sport avtomobili istəyirəm, sürüş əzzi almaq istəyirəm. Ford Mustang necə maşındır? Yenə eyni sualı verəndə o cavablar dəyişir. Siz avtomobildən nə gözləyirsiniz? Avtomobilin dizaynını bəyənməlisiniz, avtomobilin yol tutumunu bəyənməlisiniz, mühərrik gücünü bəyənməlisiniz. Yəni ona görə bu suallardan həmişə yayınıram. Çünki konkret cavab yoxdur orada. Həm də bir şey var. Elə adamlar var ki, misal üçün deyirlər ki, sizin məsləhətinizlə getdim. Mən məsləhət deyəndə ki, soruşur, sual verir ki, Ford Fusion necə maşındır? Gedib araşdırır, büdcəsinə uyğun olaraq ən ucuzunu alır, belə deyək, aşağı büdcəli bir şey alır. Aşağı büdcəlidə demək olar ki, hər şeyin dəyişdirməsinə çatan bir maşın olur, dönəmi olur və həmən vaxtda da bu problemlərlə üzləşir. Bəli. Sonra hər yerdə də deyir ki, mən getdim, filan maşını aldım, yəni bu maşının məni dağdan dağa da saldı. Bəli. Yəni ona görə də maşın necə maşın deyəndə necə maşını almağınızda nasıl olacaq? Mən belə deyərdim də. Pis brend ala bilərsən, pis brend yoxdur. Yəni də elə bir maşın alarsan ki, amma sizin istəyiniz nədir də ondan yəni bu? İstənilən halda heç bir insan son pulunu avtomobilə verməməlidir. Mən bu qənaətdəyim. Son pulunu da avtomobilə verib sonra nə ustanın vaxtını almamalıdır, nə özünü incitməməlidir. Yəni ən azından aldığı avtomobilin büdcəsinin, xərclədiyi büdcənin heç olmasa mənim fikrimcə heç olmasa 15% qədər də kənarda pul olmalıdır bir insan. Birdən nə isə olsun. İstəyir Toyota olsun, istəyir fərqi yoxdur. Sabah Allah eləməsin bir qəza baş verdikdə, olsun hansısa texniki problem yarandıqda o insan belə eləmədən rahat şəkildə onu təmir etdirmək qabiliyyətində olmalıdır. Yəni əgər belə rasional yanaşırıqsa da bu məsələyə. Doğru. Dinləyicimiz yazır ki, 78-65 komfort cəhətdən hansı daha yaxşıdır? Ford yoxsa Toyota? Bax, mən vermirəm, o sualı dinləyici verir. Sonra deyirsiniz ki, mən sizi dalaşdırmaq istəyirəm. Yəni, komfort tərəfindən hansı daha yaxşıdır? Ford yoxsa Toyota? Bax, çox rahat bir cavabı var. Hara yazılıb o? Çox rahat bir cavabı var. Həmən almaq istəyən şəxs əgər avtomobildə arxada oturacaqsa sürücü ilə, arxada, yox, özü sürəcəksə özü. Həmən almaq istədiyi avtomobilə oturur, onda müəyyən bir səyahət edir və qənaətinə gəlir ki, hansı onun üçün daha rahat, daha komfortludur. Mahmud, sənə görə hansı rahat? Yəni, misal üçün... Necə, indi burada belə bir sual cavab verdi ki... Baxın, mən tam səmiyən, konkret heç bir təəssübkeşlik eləmirəm burada. Tərəfkeşlik eləmirsən, hə? Hə, tərəfkeşlik eləmirəm. Ən bəyənilən avtomobillər, protokol avtomobillər. BMW-yə bir şey deyə bilməyəcəm. Çünki BMW-də o praktikanı yaşamamışam. Yəni, arxada oturub, nə bilim, yəni belə şeylərdə praktika eləməmişəm onu. Yəni, o segmentində. Protokol avtomobillər nədir? 7-ci seriya, S-Class, bu formada. Bəli. Baxın, mən tam səmimi deyirəm. 2008-2009 Ottoman seriya LS, Lexus LS-də aldığım komfortu mən 2021-in
Məsələn, S-klassını almısan. S-ində ala bilməmişəm. Yəni ola bilər, bəlkə də mən yanılıram. Bəlkə də o istər-istəməz təəssübkeşlikdən doğru bir şey. Amma mən şəxsən Psixoloji. bəlkə psixolojidir, amma məncə psixoloji deyil. Askı sisteminin komfortu falan. Hə, məsələn, S-klassda oturanda o oturacaqların sənin yanından qucaqlamağı falan döngələrdə ola bilər. İmitasiya var, amma real komfortda məncə Lexus öndədir ondan. məncə Lexusun hansı modeli? LS. LS-i. Bəs Ford üzərində indi bu belə bir sual gəldi də Fərid. Ford-mu yoxsa Toyota mı komfortuna görə? Yəni deyildiyi kimi o insanın özünü hansı maşın Siz istəyir, zövq məsələsidir. Zövq məsələsidir bu şeylər. Yəni bu şeydə mən 2010-cu ilin Ford Explorer-indəki rahatçılığı misal üçün Aha. bəzi maşınlarda, yəni eyni sinif maşınlarda mən ala bilmirəm. Yəni amortizatorların yumuşaqlığında, maşın özünün kipliyində, yəni o şeyləri Mahmud demişkən təzə maşınlarda Fordun ən bəzən komfort almaq olur. modeli hansıdır sənə görə? Ən rahat, komfort hansı gedir? Yəni komfort Rahatdır da, yəni bir rahatlığı var da bu mənim avtomobilin. hal-hazırda sürdüyüm Lincoln Limkazin. Hə, Lincoln-a getdin çıxdın. Lincoln demirdim, amma Ford deyirdim. Eyni konveyerdir də. Fordun yoxudur sənin üçün bir komfortu, rahatlığı. Yoxdur, var. Hansı? Explorerlərin özləri komfort cəhətdən kiplik baxımından çox. Bəs komfortludur. Lexus demirəm, Bir Toyota də hansı? Mac-lərin özləri. Nə? Mustangın Mac-ləri. Mustangın Mac-ləri. Aha. Tam elektrik olanlarını Aha, deyirsən bəli. də. Bəs səndə Mahmud Toyota'nın hansıdır? Yəni onu belə deyək, modelini çox keçək. Yenə də nisbi suallara gedirik. Sənə görə ən komfort olan da, yəni sənin öz sevdiyin Toyota'nın komfortunu bəyəndiyin. Toyota'da komfort axtarırsa, yəni bizim əlimizin çatdığı maşınlardan Avalon deyə bilərəm. Və efirimizin baş sponsoru Havoline yağlarıdır. Mənim də yanında bilirsiniz ki, daim izləyənlər bilirlər. Mənim yanında bir məhsul var. Bax Havoline yağı burada fərq eləmir ha. Bu hansı avto? Toyota, Lexus, Ford sürürsüz, Lincoln sürürsüz, Mercedes, BMW, Honda, Kia avtomobilləri, Çin avtomobilləri heç bir fərq eləmir. Havoline yağını rahat avtomobildə sürə bilərsiniz ki, çeşid bolluğu da var Havoline yağlarında. Digər mesaj. Prado yürüyüş 175 mindir, superdir, hələ ki problemi yoxdur. Avtomobimizin yürüyüşün bizə sürətlər lövhəsini Marif bəy şəklini çəkin göndərin bizə, hədiyyə qazana bilərsiniz. Maraqlı bir situasiya qeyd eləyim. 170 min kilometrdir. Bəy deyir ki, problem yoxdur. Əsasən də Toyota'nın bu 4x4 şassi üzərində olan avtomobillərində əslində problem var. O avtomobil sizə problem hiss elətdirmir. Nə var ki, hiss elətdirmir? Məsələn, nəyə olur? Baxın, mən sizin masterclass hissəsi üçün ehtiyat hissələri gətirmişəm də. Məsələn, alt qolun, alt idarə etmə qolunun oymaqları. Bəli. Onlar çartlayır. Amma heç nə yaratmır avtomobildə. Avtomobildə diskomfort hiss eləmir sürücü. Hər şey qaydasındadır və tədricən öyrəşir deyə elə bilir ki, hər şey əladır. Amma faktiki olaraq bir boşalmalar var da avtomobildə. Aha. Amma gör nə qədər dözümlüdür ki, onu hiss elətdirmir. Bax Toyota dözümlülüyü budur da, ona gəlib çıxır da əslində belə götürəndə. Səni yolda qoymaz. Yolda qoymayacaq, yox. Heç bir halda Həm də bir şey var ki, maşına mütəmadi qulluqlar olunmalıdır. Yəni maşında heç bir problem yoxdur. Mən servisə getməyim, yoxlatmayım. Bəzi elə insanlar da var. Deyir ki, mən yağın suyunu dəyişib sürürəm. Heç yəni baxdırmamışam heç nəyinə, elə sürürəm. Bəli. Amma onu da fikirləşmək lazımdır ki, səndən sonra bunu alan insan o artıq xərc çəkəcək də, yəni. Yoxlatdırsın. Ona görə hər dəfə alqı-satqı məsələsində belə bir hal var. Deyirlər ki, heç pul qoymamışam avtomobil üzərində. Bax, əslində ondan ehtiyatlı olun. Onu alanda ehtiyatlı olun. Çünki vaxt sizdə gəlib yetişəcək də. Lexus ES 350F Sport bəs səsi də var deyir. Səsi də var. O ES 350F Sportlarda müəyyən qədər mühərrikində səsi həqiqətən sportivdir. Aha. Amma ən çox da salonda imitasiya var. Yəni səs dinamiklərindən siz imitasiya səs eşidirsiniz. Kənarı narahat etmədən özünüz bir həzz alırsınız da. Amma avtomobilin dinamikliyi cəhətdən həqiqətən çox həzli bir maşındır. Həm komfortludur, həm də sportivdir. Prius 20 gövdə üçün hansı yağ məsləhət görürsünüz? Qardaş, Havoline. Yağ deyən kimi Havoline markası mən sizə göstərə bilərəm. Bax, Havoline. Bu ekranı bir dənə screenlink saxlayın. Havoline yağını axtarın, avtomobilə rahat sürə bilərsiniz. Range Roverlə bağlı belə bir söz var ki, evakuatorun üzərində biz onu çox görürük. Bir off-roada getmək istəyirsənsə,
Hə. Range Rover, Land Rover-lə get. Marka olaraq danışaq da. Amma Aha. gedib qayda da bilmək istəyirsənsə Toyota ilə get. Yəni onunla Land Rover-lə getsən qayıda bilməyəsən, hə? Mən demirəm ha. Yəni bunu ingilislər Kimdir, özləri kimdir? deyir. Yəni İngilislər xaricilər deyir. deyir. Hə, əcnəbilər özləri deyir. Baxın mənim sözüm deyil. Atalar deməyib yəni. Ha, atalar da deyib də onların ataları. Onların ataları deyib bizimkilər. Bizimkilər onlardan eşidib təkrar edir. Yəni mən eşitməmişəm, eşidənlər yazı da bilər, yəni bu barədə nə isə. Sadəcə qısa belə Ford Escape haqqında nə biliriksə onu demək lazımdır. Ford Escape belə deyim də 2005-ci ildən bəri hibrid sistemlə istehsal olunan Ford marka Ford nətər deyim? Fordun bir qolu deyək də, nətər deyim o? Modelidir. Modelidir. Hə. Modelidir, bəli. Aha. Yəni onların 2010-cu ilə qədər 2.5-ləri var, 3.5-ləri var idi. Mhm. Hibrid motorla da gəlirdi, belə sadə motorla da gəlirdi. Amma nəzərə alsaq ki, Azərbaycana 2017-ci ildən sonraki maşınları idxal etməyə icazə verirlər. Yəni onun üzərində danışacağam. 2016-dan bu üzə 1.5, 2, 2.5 hibrid modellər var. Bəli. Hansı ki, onlar da turbodur. Ancaq hibridləri və plug-in hibridləri də var Escape-lərin. İndi baxın hansını soruşur. 1.5-mi soruşur, 2 motorumu soruşur, 2.5 plug-in-mi soruşur, ancaq hibridi-mi soruşur. Yəni onlar da sadə atmosfer mühərriklərdir, hibridlər. Bəli. Onlar turbo deyil. Belə, yəni dözüm olaraq, belə motor olaraq, mühərrik olaraq Fusion'dan istifadə olunan motorla eyni motorlarda istəyir 1.5 olsun, istəyir 2'si olsun. Aha. Sürətlər qutusu da eyni sürətlər qutusudur. Amma hibridlərinki Ford hibriddə istifadə olunandır. Sadə, yəni mühərrik, benzin mühərriklərdir, daxili yanma mühərrikli, o da hibriddə də daxili yanma mühərrikdir. Amma ki, yəni sırf benzinlə olanlarda Fusion'un benzinli mühərriklərinin eynidir. Yəni motor olaraq onlar hamısı eynidir. Yəni belə. İndi Fərid ümumi cavab verdi, amma sizə sırf hansı özəlliklə hansı mühərriki lazımsa onu soruşun. Detallar tapılır. Bəli, bəli. Detallar da var. Servisimizdə Təmiri də şey mümkündür, yəni uslularda baxılır o avtomobillərə. Prado dizel 3 mühərrik haqqında məlumat verərdiniz. Remen olmağı problem yaradarmı deyə Orxan bəy soruşur. Baxın, mən hələ hansısa bir yəni bəlkə də başqa ustalar bunu görüb, hansısa bir qayışlı, yəni dişli qayışlı Toyota mühərrikinin kiminsə yəni başına problem açdığını görməmişəm. Düzdür, baxımları var. 150-200 mindən bir siz o qayış dəstini dəyişirsiniz. Bu da Nə qədər xərc olur təxminən? 1000 AZN ətrafında xərci olur. Təbii ki, qanunu dəyişirsinizsə. Hə, üzdən təkcə qayışı dəyişərsiniz, onda az olar xərc. Qanuni nə gedir orada? Qanuni o gedir ki, əgər dişli qayışı dəyişirsinizsə, orada onun tarımlayıcısını, boş roliklərini və su pompasını dəyişirsiniz. O da nəyə görə dəyişirsiniz? Məsələn, 150 mində siz qayışı dəyişirsiniz, amma pompanı dəyişmirsiniz. 50 mindən, 60 mindən, 70 mindən sonra pompa nəmləyəndə təzədən həmən işçiliyi görməyəsiniz deyə profilaktik olaraq dəyişirsən. Yəni sökülmüşkən bir dəfə yəni işinizi qarantiyə almaq üçün, amma belə deyim ki, hətta 150 mini də keçib tam hər şey qaydasında sürən adamlar en qədər görmüş. Əslində bizdə də servizdə hərdən təklif eləyəndə ki, bunu bu vaxt elətdirsən daha yaxşıdır, sonra əlavə əl xərci verməyəcəksən və eyni vaxtda dəyiş və daha rahat, sənin üçün daha sərfəlidir. Yəni hərdən onu düzgün anlamırlar ki, bunu mənə niyə dəyişdirirsən? Yox, ora. Yox, həmən servis şeydir. Yəni lazımsız xərclər çıxardır. Hə, deməli lazımsız xərclər çıxardır. Hansı servis? Hansı ki, heç bir işdən başı çıxmır, olar. bizdə də yəni bildiyim qədər Mahmudda da belə bir şey, bildiyim qədər deyəndə Mahmudu tanıyıram. Sonra idarə elədiyi servisdəki həmən performansı olacaq. Yəni normal servisə yaxınlaşıb normal işlər gördürmək lazımdır ki, sonra əlavə eyni işləri əlavə 2 dəfə, 3 dəfə gördürməyəsən.
Bax bir söz deyəcəm. Buyur. Sağ olun siz də kömək eləmisiniz Fordla bağlı təmir məsələsində əziyyət çəkən sürücülər olub ki, hətta radioya qoşulublar. Siz efirdə olanda sizin yanınıza da yönləndirmişik. Adamlar da razı qalıblar. Eyni yəni Toyota Lexus da bizə kömək eləyib, Mahmud Gil də kömək eləyib bizə. Amma bir məsələ var. Orada da mən sənin canlıda da gördüm onu. Təşəkkür edir bir izləyici sizə. Sağ olun, problem aradan qalxdı. Amma biraz baha oldu deyir. Yəni baha harayla müqayisə, necə müqayisə edir? Hər bir yanaşmanın, professional yanaşma istəyirlərsə, professional yanaşmanın öz belə deyim, Mikrofona yaxın. öz qiyməti var. Nəyə görə? Çünki ucuz ətin şorbası da necə olur? Dadsız olur. Aha. Ona görə də deyirsən ki, qiymət də gördüyümüz üçün qiyməti yəni Okey, belə bir şey deyim. Hə. Adi bir misal çəkim. Korobkanın filtri ilə yağını dəyişirlər, düzdür? Bəli. Bunu dəyişən vaxtda əgər sən korobkanın filtrini və yaxud da ki yağını ucuz qiymətə alıb keyfiyyətsiz bir şeylə dəyişsən, onun ümumi xərci daha aşağı çıxacaq. Amma sən normal dediyin, yəni güvəndiyin və qarantiya verə bildiyin bir brendlə dəyişirsənsə, filtr olsun, istəyir yağ olsun. Bunun müəyyən qiyməti o birisindən daha üstün, çox çıxır. O da qiyməti təsir edir. Və rahatçılıqla qarantiya verə bilirsən. Zəmanət verə bilirsən, bəli. Zəmanət verirsən. Misal üçün bizim servisdə istəyir mühərrikin yığılması olsun, istəyir korobkanın yağın filtrinin dəyişilməsinə biz yazılı dil zəmanəti yox, yazılı olaraq zəmanət veririk ki, sən bu qədər kilometrdən sonra, yəni bu müddət ərzində sən başvurunda bundan bağlı bir iş Mühərrikə nə qədər gələrsə, verirsiniz? 50 min. 50 min. Mühərrikin yığılmasından sonra 50 min və sürətlər qutusunun yığılmasından sonra ikisində də 50 min zəmanət verirsən. Hətta belə deyim də, remenin dəyişilməyinə də qarantiya veririk. Yəni gördüyümüz işlərin hamısına biz qarantiya yazılı zəmanət veririk. Bəli. Sizdə necədir Mahmud bu? Bizdə də mühərrik görüləndə 50 min kilometr qarantiya verilir. Sürətlər qutusu? Sürətlər qutusu yığmırıq, dostlara yönləndiririk, özləri bilərlər nətər qarantiya verirlər. Tamam. Mühərrik görürsünüz, amma 50 min zəmanət verirsiniz ona. Bax, burada komment yazılıb, deyir, 3 ildir almışam maşını, yağdan başqa kapot açılmayıb. İndi neynəyim, nə gəldi dəyişim, 225 min gedib. Hə, hansı işlər gördürməliyəm yəni? Xidmət eləməsində avtomobilinə. Bayaq mövzu açdıq, dedik ki, yəni bu yağdan başqa bir şey dəyişmir və sonra da fəsadlar olur. Yəni bunu hansısa bir fəsad baş verməmişdən qabaq fikirləşmək lazımdır ki, bu rutin işlər var maşın üzərində görüləcək. Aha. Hansı ki, kilometrajla dəyişiləcək hissələr var ki, onlara vaxtında qulluq eləmək lazımdır ki, sonra böyük problemlərlə qarşılaşmasınlar. İndi avtomobil marka modelini desəydi, daha yaxşı olardı. Mən belə bir müxalif fikirlə çıxış eləyə bilərəm. Bəli. Sırf Toyotalarda avtomobilin yanacaq injektorlarını yudurmayın. Profilaktik iş kimi bəzən eləyirlər, amma mən deyirəm ki, eləməyin. Eləyəndə nə olur? Bir çox hallarda ömrünü yeyirsiniz həmin injektorun. Məsələn, bir avtomobilin injektorunu siz 200-250 min minimum rahat şəkildə sürəsiniz bir Toyota sistemində götürək də. Yenisini alsınlar. 200-250 minə qədər profilaktik yuma dedikləri şeyi 30-40 mindən bir eləyirlər də, düzdürmü? Hər 30-40 mindən bir 60-80 manatda xərcləyəcəklər də. Neçə dəfə düşür? Bir 6 dəfə düşür yuma. 6 dəfə onu 60-80 manat verib həm də vaxt itkisi çəkməkdənsə uzağı bir dənəsi xarab olacaq. Aha. Ver o 200-250 manatı təzə orijinal injektoru qoy ora. Bu qədər. Bununla da yəni davam elədi deyirsən. Bəli, çünki yudurmaq mən yəni hələ görməmişəm də. 1 ildir ki, bizim konseptimizdə o yudurmaq məsələsi yoxdur. Sizdə şeylər, farsunkalar yüksək təzyiqlidir. Yüksək təzyiq olan da var, alçaq təzyiqli. Yaxşı, yüksək təzyiqli farsunka yuyulur ümumiyyətlə. Yuyulur, bəli. Üzərində məncə yumaq. Yox, biz yuyuruq, bizdə onun stendi də var. İstədiyimiz təzyiqi də veririk. İndi xatırlayıram Fərdcan, o vaxtı onun coilda, sarğısı. Sarğılarının normalda sarğılarda onlarda problem yaranır. Sarğılarının normal olub olmamağını belə orada yoxlayırıq biz. Yəni onların hamısı yoxlanılır. Yəni Fusion üzərindən danışıram. Düzdür, bizdə başqa modellərə də Farsung üzərindən baxırıq biz. Bizdə Valih usta var. O bütün modellərə, hətta keçən dəfə də sizə demişdim ki, Ferrari'nin Farsunkasını gətirdilər bizə. Yəni biz onu yuduq. Orada müəyyən bir iş var idi. Onu da görüb təhvil verdik biz ona. Düzdür, o sökülüb gəlmişdi, o servizdə sökülmədi.
Amma yəni bu işlər servizdə Bu hələ də maşın amma gələndə- ortada qalan bir məsələdir də bu. Çünki elə usullar var ki, elə adamlar tanıyıram ki, işini bilən adamlardır, sənətkarlardılar da. Deyirlər ki, Elnur, farsunka yuyulmağı effektiv deyil də. Yəni biz onu- Yüksək təcrübli farsunka. Yəni biz Amma onu problemi yuyanlar da yəni var. farsunka problemi ilə gələn maşının problemini aradan qaldırıb yola və göndərdiyimiz üçün yola Yox, bu artıq saldığımız üçün biz onu təmirdir. Sən Yox, dediyin yuyur, əslində təmirləmir, təmirdir. yuyur sadəcə. Bildim də, yəni problemi aradan qaldırır adam. Amma adam da var ki, deyir ki, hiss Sadəcə edirəm, yuy, hə. sadəcə ya yuyaq nə bilim yaxşı olsun, ya yuyum mən bunu maşın yaxşı çəkəcək falan. Mən deyərdim ki, Toyota sistemində o injektorlar yuyulanda əksərən Drossel kəpənəyi də yuyulduğuna görə müştəri Hə. fərq hiss edir. Fərq hiss edəndə elə bilir ki, Zaslonka. injektoru yudum, Başa mən ondan düşürəm. fərq hiss elədim. Xeyr, hava kəpənəyini təmizləsən vaxtında hiss edəcəksən. Sonra Kia Rio dizeli məsləhətdirmi, benzini məsləhətdirmi? Baxır Ümid bəy, siz onu nə qədər sürəcəksiniz, çox sürürsünüzsə dizel məsləhətdir. Yəni az sürürsünüzsə niyə dizel alasınız da? Nəyə görə dizel məsləhət deyirsiniz? Çox sürürsə. Niyə görə? Nə olacaq ki? Ümumiyyətlə Dizel sürüş. olanda nə olur ki? Əvvəl ucuz idi, deyirdi sən az xərc çəkəcəksən. İndi nədir? Yenə də biraz ekonomdur da benzinə baxanda da, biraz eləyir O də. nəyə əsaslansın? Yenə də bir siz dizelin xərci çıxanda nisbidir. benzindən çox çıxır da. Yəni buna da bu cəhətdən də yanaşmaq birincisi yağını dəyişərkən daha yaxşı yağ seçəcəksən və daha Aha. çox litraj götürür Bəli. deyə daha Aha. çox Yəni pul dizel daha xərcləyəcəksən. ekonomdur deyə belə bir şey yoxdur. Onda deyirsiz benzinlə Yəni bu alsın. məntiq olaraq düzgün İtdi yəni o yanaşma deyil. məntiq onda, hə? Dizel ekonom deyil artıq. Əvvəl ucuz idi deyə, yəni elə düşüncə var idi. Aha. Amma Ya düşüncədən əlavə həqiqətən əvvəl baxırdın ki, məsələn də 200 min kilometr sürüşdə sən burada aradakı fərq həqiqətən çox şey bağlayırdı. Amma indi o Belə qədər bir götürəndə şey onda bir bağlamır. dəqiqə heç dizel alınması tərəfdarı deyilsiniz də. Dizel ümumiyyətlə almayaq da biz, düzdürmü? Dizel niyə alaq ki, yaxşı ekonomda deyilsə? şəxsən mənim üçün dizel diskomfort. Səsi, tüstüsü ona Hə. görə. Həm ekologiya baxımından, Biz ticari baxımdan əlbəttə ki, dizel olmalıdır. Məsələn, Amma sedana dizel olmalı. avtomobillərində Sedan- və sair. sedan Amma olsun, sedanda SUV olsun, dizel mən onlara- baxır da kimlə yenə də nisbi şeylərdən danışırıq. Onda gedək dəqiq məlumatlara. Deməli, Pərviz ustanın tərəflədiyi Redoil necə yerdir? Redoil yaxşı yanacaq doldurma məntəqəsidir. Gedib biz oradan çəkiliş də edəcəyik yenə, onu da bildirib sizə. Və bilirəm Fərid dostumuza desə demək istəyir, indi onu Hə. soruşacağam, amma Redoil yanacaq doldurma məntəqəsinin 2 filialla xidmətinizdədir. Bildirim sizə. Xırdalan dairəsinin yaxınlığında bir filialdır, digəri yerləşir Zabrat yolunun üzərində. Yəni məlumatınız olsun. Rahat yaxınlaşıb oradan 92, 95 oktanlı benzini, dizel yanacağını avtomobilə vura bilərsiniz. Eyni zamanda yanacaq vurmaqla da yanaşı bonuslar qazanacaqsınız. Red Oil yanacaq doldurma məntəqəsinə daxil ola bilərsiniz. Rahat, heç nə düşünmədən. Nəsə demək istəyirsiniz Fərid? bəli, yəni Redoil ilə bağlı mən də Buyur. Redoili özüm xırdalana qalıram, istifadə edirəm. Aha. Fərq var. Yəqin ki, düşünürəm hələ ki təzədir deyə. Yəni onu da Deyirsən, yəni birazdan problem lazımdır, olacaq. hə. Amma indiki vəziyyətdə necədir? Hər şey qaydasındadır. Yaxşıdır, hə. Ya, indi yəni heç bir problem yoxdur. İstifadə edən sürücülər də Hər azından razılıq yolumun bildirirlər. üstündədir. Bəli. Bonuslar yığırsan? Hə, yığılır. Yığılır bonuslar. Hər 10 litrin üzərində yanacaq vurduğunuz təqdirdə bonuslar gəlir. Bu da belədir. Məsələn, minimum 11 litr vurursunuz, 11 qəpik bonus kartına oturur. Yavaş-yavaş yığılır da orada. Sonra Nissan Sun üçün necə hansı yağ yaxşıdır qardaş? Nissan deyirsinizsə Havoline. Burdadır bax. Havoline. Bu Rahat. havalı oyunu hələ belə reklam edən olmamış. Amma idman edirəm, amma fikir verirsən, bax. Sol tərəfə, biri sağ tərəfimdə qoyum, sağ qolumda böyük biraz məşq eləsin. Bax, Havoline qardaş belə. Havoline istifadə edə bilərsiniz. İndi isə gəlin belə deyək də. Yağdı bunu. Yağ da, nə etmək istəyirsən ki? Yox, soruşdum. Ha, O yox. masanın altına qoymaq niyə? Mən onu başa Bunu düşəmirəm. niyə belə eləmisiniz? Masanın üzərində belə düzgün- niyə eləmisiniz? Belə Belə. İçkilər həmişə qoyulardı, dədə babadan aşağıya ki, O şeydir, masaya hörmət falan mənasında. Belə indi qarşımızda- Ronaldo'nun dediyi kimi də. Belə qalırsan deyir, belə qalsın deyirsən. No cola, agua. Nanofar yanğı söndürmə balonu, Havoline yağ dəyişmə, yağ markası daha doğrusu, Redoil'lardan gəlir. Elə bir ki, Zafir o tapançanı gətirsən, Redoil. Mən ekranı görmürəm, yəni belə qoyum. Redoil sonra status mağaza şəbəkəsi. Onu necə edəsən? Onu necə eləyək, onu da fikirləşirəm. Bir dənə detal qoya bilər. Balada Statusun özü status məxsus mağazası. radiator var. Mən sürücülərə bir dənə çağırış eləmək istəyirəm. Aha, Əsas da Ford sürücülərinə, hətta hamısına aid ola bilər. aha. Bəzən sürücülər yenə də elə biləcəksiniz ki, yəni servis üzərindən danışıram. Yəni bu rastlaşılan bir praktikadır, Aha. haldır. Ona Aha. görə fürsətdən istifadə edib səslənmək istəyirəm.
istəyir işçilik olaraq, istəyir ehtiyat hissəsi olaraq heç vaxt yəni ucuza qaçmasınlar. Bəzən elə hallar, çox hallar var ki, bayaq da qeyd elədik, o filtrin orijinal olmamağı, hətta yağların normal yağlar olmamağı, yəni o şeylərdə bunlar görürlər ki, burada qiymət 100 manat aşağıdır. Bəli. A-ya getmirlər, B-yə gedirlər. Və sonradan onlar həmişə, yəni bu hər zaman olan bir şeydir ki, onlar ikinci dəfə xərcə düşürlər. Yəni biz hal-hazırda servisdə bunun böyük fərqini görürük. Yəni daha çox müşahidə edirsiniz də bunu, görürsünüz ki, bu hal yaşanır yəni. Bu fürsətdən də istifadə edib mən onu demək istəyirəm ki, filtr almamışdan qabaq, ən çox da korobkada yaşanır bu. Filtr almamışdan qabaq bu filtrin orijinallığını soruşsunlar, zəmanətini istəsinlər. Yəni orijinallığı soruşsunlar deyəndə məsələn soruşur ki, bu məhsul deyir ki, adam deyəcək ki, bu orijinal məhsuldur. Yox, onun markası var da, onun markası var. Yəni özü araşdırsın da onda ən azından bilsin. Bunun ən azından 60 dəfə deyirik ki, bu filtrin iki tərəfində də maqnit var. Bunu götürüb iki tərəfliliyini də buraxırlar. Bunun burasında belə elə şeylər var ki, yəni onu mütəmadi olaraq biz paylaşırıq ki, belə olanda belə olur. Bu şeylər var. Bu orijinaldır, bu orijinal olmayan filtrdir. Bəli. Ona görə belə bir şeylərə diqqət eləsinlər. Hər zaman bir məsələ var da. Bəli. Birincisi biz Azərbaycandayıq. Yəni hər şey münasibətə dayalıdır. Hər şeydən əlavə. Münasibətini səmimi bildiyiniz və inandığınız bir yerə aparın. Aha. Amma elə bir yeri olsun ki, o da qarşı tərəf də həmin o münasibətdən sui-istifadə eləməsin. Rahat şəkildə açarını, yəni verib üzünüzü döndərib gedə biləcəyiniz bir yerə maşınınızı təhvil verin, onlar da işini görsün, sizə maşını təhvil versin. Yəni əsasda nəticəyə fokuslanın. Mən belə deyirəm. Bizim məsələn servisdə nədir? Əksər müştərilər necədir? Bu insanlar yəni avtomobilist deyil, avtomobilə nəqliyyat vasitəsi olaraq yanaşır əksər hallarda. Yəni bir həkim niyə avtomobilin hər şeyini bilməlidir ki, və yaxud da mən həkimə gedəndə niyə bütün vasitələrin dərinliyinə girməliyəm ki? O adam deyir ki, məsələn, mən sürüş tərzim bu formadadır, mənim hal-hazırda büdcəm budur, buna uyğun bu avtomobili təmir et. Biz də ona uyğun seçimlərlə bu avtomobili təmir edirik. Yəni, məsələ nədir? Biz hal-hazırda öz servisimizdə 3 segmentdə məhsulla xidmət göstərə bilirik. 3 segmentdə məhsul nədir? Tam genuine, yəni zavoddan üzərində çıxan ehtiyat hissələri ilə, zavodun özünün yaratdığı ikinci xətt, yəni orijinal, amma ikinci xəttdə daha əl çatan olan qiymət, amma keyfiyyətdə orijinal keyfiyyətdə olan ehtiyat hissələri ilə və üçüncü aftermarket deyirlər də. Yəni, firma malı deyirlər. Firma malı deyirlər, bəli. Firma malları ilə, amma yəni bütün bazarda hamının gözünün qarşısında olan tanınmış firmalarla. Yəni bu 3 kateqoriyadan müştəri hansını seçirsə, yəni əvvəlcədən qüsur aktı və qiymət təyini olur da. O qiymət təyinatından sonra müştəri hansı xətti seçirsə, sən də o xəttlə avtomobili təmir edib müştəriyə təhvil verirsən. Belə bir şübhəli hal ola bilər ki, məsələn, bir mal göstərsə, məhsul göstərsə, adam deyir ki, hə, məhsula baxır, adını da öyrənir, deyir ki, bir güvənsizlik var da, deyir, mən bu məhsulu gedib başqa bir yerdə daha ucuz tapacağam, gedir axtarır o məhsulu. Yəni, tapma ehtimalı var da. Baxın, əksər hallarda, mən öz adıma danışıram, əksər hallarda bizə gələn müştəri o şeyi etmir. Yəni, mən çox nadir hallarda belə bir şey görmüşəm. Bəlkə də heç görməmişəm deyə bilərəm, yəni tam səmimi deyirəm bunu. Əslində bu bayaq dediyin kimi güvəndən çox şey asılıdır. Əgər bir insan sənə inanırsa, ora gəlirsə, yəni bu bilir ki, ən son nöqtə olaraq səni, son nöqtə deməyək, yəni inandığın bir nöqtəsənsə, o bilir ki, bunun ən ucuzunu tapsa belə normal bir məhsul tapmayacaq. Qiymət olaraq tapacaq. Siz Fəridin sözünə qüvvət, mən də heç vaxtı biz ən ucuz işləyirik deyə bir statusla yəni getməmişəm. Yəni ola bilər ki, mənim işçilik qiymətim də hansısa kənar yerdən baha olsun. Ola bilər ki, hansısa ehtiyat hissəsində biz, amma söhbət eyni kodda, eyni markada, eyni məhsuldan gedir. Ola bilər hansındasa baha olaq, amma bir digərində də ola bilsin ki, ucuz olsun ehtiyat hissəsi. Yəni bu ola bilər, amma yenə də dediyim kimi, əsas olan insanların şəffaflığa güvənməyidir və sənə güvənib sənə avtomobilinə etibar etməyidir. Ən böyük bu işdə olan
Lazım olan ləzzət şey alacağın şey də odur. güvəndir. İnsan sənə öz nəqliyyat vasitəsinə etibar edir, öz ailəsinin daşıdığı vasitəni etibar edir. Bəli. Sən də o etibara uyğun şəkildə onu təmin etməlisən. İndi Mahmud bizə detallar təqdim edəcək. Baxın, Bir zəhmət iki hissəyə aid detal gətirmişəm. Biri filtrdir, transmissiya filtridir. Aha. Hansı ki, kağız tipli olan transmissiya filtrlərindəndir Toyota'da. Bəzidə iki növdədir də. Yəni bəzi modellərdə bu tam metal süzgəc formasındadır, hansı ki, yuyula bilər və yenidən istifadə oluna bilər. Bir də kağız tipində, yəni hər dəfə transmissiya mayesi dəyişiləndə o əvəzlənməlidir. Bu transmissiya filtrimizdir. Qoy onu göstərim, sonra keçək digərlərinə. Baxın, bunu da açaq göstərək. Plasmas olan deyəsən. Plasmas metal fərqi yoxdur. İçinin elementi kağız və metal olmağı məsələsi var. Əsas burada. Metal. Hə. Baxın, bu görürsünüz, bu korpus. Korpus haqqında danışacağım. O başqa məsələdir. Burada da öz kipkəci var. Bax, bunu göstərək. Məsələ nədir? Baxın, içi kağızdır. Bunun metal olanları da var. Amma, yəni bu formada, amma metal. Yəni, nə deyirlər, dalğavari, amma metal formada olanlar da var. Onu da hər dəfə dəyişəndə dəyişmək lazımdır filtri. Həmçinin kağızda hər dəfə dəyişirik. Çünki bunun yuyulmağı, bunun içində olan o aşkarların da deyək, təmizlənməyi mümkün deyil. Və siz transmissiya mayesini dəyişərsiniz, amma bunun keçiriciliyi düzgün formada olmaz. Transmissiyada təzyiq düzgün olmasa artıq ötürmələrdə problemlər və yaxud da transmissiyada qlobal problemlər yaşana bilər. İkinci məsələ nədir? Bəzən çox keyfiyyətsiz, çox ucuz filtrlərdən istifadə olunur. Qəti şəkildə ona qaçmaq lazım deyil. Çünki keyfiyyətsiz filtr gözlə görülməyəcək qədər bu korpusda, ölçülərdə, formasında fərq olanda artıq bu yerinə tam düzgün oturmur və təzyiq itkisi yenə də baş verə bilir. Bu da transmissiyanın ömrünü qısaldır və yaxud da ümumiyyətlə anidən xarab olmağına səbəb ola bilər. Yəni, transmissiya filtri ilə bağlı... Bu filtrin bir dənə sual yaranır. Dedin ki, bu kağızdır, düzdürmü? Aha. Bunun metal olanı da var da. Məsələn, Toyota Prado'larda və belə ümumi götürsək, əksər Toyota Prado'larda, Land Cruiser seriyalarında bunun içi, bu özdə metaldır, uzunsov. Və içi düz təbəqədir, düz süzgəcdir. Yəni, bu tərəfdən o tərəfi görürsən sən. Bəli. Və həmin süzgəc metaldır. Aha. Çox rahat şəkildə də o təmizlənir. Açıla bilinəndir. İçi açılmır, amma yəni tərtəmiz olur əks hallarda. Çünki həm də karterin yağ paddonunun maqnitləri də o metalları özündə saxladığı üçün ehtiyac olmur bunu dəyişməyə. Yəni zavod göstəricisində belə bu var ki, bunu dəyişməyə bilərsən. Amma bu tip filtrlər mütləq dəyişilir. Bir avtomobil üçün həm kağız, həm metal olanı var. Bir avtomobil üçün filtr. Həm kağız yoxdur. Hə, onun tamam. Model olarak fərqli. Bizdə Fordda misal üçün bu filtrlərin başlarında maqnitlər olur. Bunlarda yoxdur hə maqnit. Qoyulmur yoxsa Bizdə filtrdə yox, o yağ paddonundadır həmin maqnit. hə o da olur. Çünki üstdən aşağı süzülür yağ, oradan istər-istəməz paddondan keçib gəlib buradan keçəcək. Və oradan keçərkən zaten həmin o böyük maqnitlər o zərrəciklər, metal zərrəciklərini çəkib özündə saxlaya bilir. Bu transmissiya filtri ilə bağlı bizim Bəli, digəri danışacaqlarımız. Burada da biraz əlaqəli şeylər gətirmək istəmişəm. İdarə etmə və sükan mexanizminə aid hissələri gətirmişəm. Bax, burada bizim sükan dartımızdır. Bunu yenə də açığını tutub duranmamışam gətirim. Açaq göstərək. Satarsan nasıl? Səliqəli at, sonra satarsan, heç nə olmaz. Bizim müştərilərimiz o söhbətləri aparmır bizdən. Sən olsa bu kadr olacaqda göstərərsən ki, bax orada açmışam. Hə, yəni Bu müqəddəs dartıdır. Deməli, burada nədir? Bildiyimiz kimi avtomobillərdə nə var? Sükan mexanizmi var. Sükan mexanizminin də çıxışlarında nə olur? Hər tərəfində bir ədəd olmaqla belə bir sükan dartısı olur. El arasında biz buna nə deyirik? Almacıq. Almacıq da bu formasına görə almaya bənzəyir. Bu nədir? Bu sükan dartısının içi ilə, reyka dediyimiz hissə ilə bu sükan sonluğu var da. Təkərə bağlanan hissə budur. Yəni təkəri o tərəfə, bu tərəfə ən sonda döndərən hissə budur. Bunlar birləşirlər, tamam mı? Bunlar birləşib sükan mexanizmindən gələn komanda ilə təkəri hərəkətə gətirirlər. Bunlar da keyfiyyətsiz olanda tez xarab olurlar. Bu oynaq hissələr ki var içində. Yəni sərt oynaqlar var da orada. Mən bunu əlimlə belə hərəkət elətdirəmirəm, çünki bərkdir kifayət qədər. Baxın. Biraz oynatdım. Yəni bunlar oynaqlardır. İnsan bədənində olan kimi oynaqlardır. Bəli. Bunlar xarab olanda bunlarda lüft yaranır.
O lüftlər də nəyə çevrilir? Yəni zamanla təkərdən gələn titrəmələr, rezonanslar, zərbələr keçir sükan mexanizminin içinə doğru. Yəni bunlar tərəfindən udulmur deyə daha çox orada oynamalar yaradır və nəticədə sükan reykası dediyimiz o Azərbaycan dilində çox təəssüf, mən onu bilmirəm dəqiq adını. Sükan mexanizmi deyilir. Mexanizminin içini bəli oynatdığı üçün onun kipkəcləri, sərt kipkəclər var. Başlayır boşalmağa. Yerində boşaldıqca həm sürücü əlində diskomfort hiss eləyir, həm səs eşidir, diskomfort hiss eləyir, həm də ki sükan mexanizminin mayesi bir çox hallar, hansılar ki yağlı mexanizmlərdir, yəni hidravlik mexanizmlərdir. Onların mayesi başlayır çölə axmağa, çölə axır, tozluqların içinə axır, tozluqlar da o maye ilə təmas eləyən kimi cırılır. Bu da əlavə xərcə gətirib çıxardır. Yəni artıq sürücü sükan mexanizmini yığdırmalıdır. Bəzi hallarda sürücülər gəlirlər, deyirsən ki, sükan mexanizmi təmir olunmalıdır. Mayesinə axıdır. Deyir ki, heç bir səs, heç bir ağırlıq falan hiss eləmirəm axı. Tamam, hiss eləmirsən, amma oradan axır da maye. O maye rezinlərin düşmənidir. Yəni o maye təmas elədiyi istənilən rezini məhv eləyir. Oradan daman yağ hara gəlir? Burada bizim alt idarə etmə qolunun oymaqları. El arasında deyilən adı razvalni futulkalar. Bu, bayaq həmin dediyim şeylərdir. Bu, bir çox Prado'da, Land Cruiser'də cırılır, çartlayır, artıq yararsız haldadır, amma insan onu hiss eləmir, sürücü hiss eləmir. Çünki maşın həqiqətən o qədər kipdir ki, dözümlüdür ki, sürücüyə bildirmir. Bir çox vaxtı bu tam cırılanda sərt tormozlamalarda bir çak səs vurma hissi olunur maşında. Baxın, görürsünüz, bu nədir? Rezin metal oynaqlardır, birləşmələrdir. Gəlir həmən bu idarə etmə qolunun rezin hissəsinə o maye təmas eləyəndə artıq bunun da ömrü getdi. Yəni artıq sürücü bir müddətdən sonra bunu da dəyişməli olur. Bu da bir komplekti 200-300 manat ətrafındadır. Yəni bundan 4 dənədir hər idarə etmə qolunda. Bəli. Daha doğrusu sağ tərəfdə 2 dənə, sol tərəfdə 2 dənə. Bunlar da həmişə onun dənəsi 250 manatdır. Yox, bunun dənəsi 50 manat civarında olur. Yəni bu böyüyüdür, bunun qabağında kiçiyi olur. Eynisiylə sol tərəfdə. Nəticədə 4 dənə, burada komplekt 200 manat ətrafında dəyişir qiymət. 200, 300 əl xərci. Plus da əl xərci də az deyil. Bunun üçün bütün alt qollar sökülür. Təzədən o səliqəli çıxartmaq üçün presə yollanır. Burada Fərdin dediyi söhbət yenə də aktuallığını qoruyur. Yəni bəzi hallarda bunu daha ucuz, mən fikir vermişəm, görən yerlər var. Amma əksərən o ucuz olan yerlərdə vaxt daha çox sərf olunur. İkinci məsələ nədir? Alt qollar, yəni metal hissələr avtogenlə qızdırılır. Bəli. Yəni çox qızdırılır. Bu da əslində o qolların ömrünü azaldır. Və yaxud da bu daha sonra ora normal oturmayacaq, kip oturmayacaq. Ona görə biz özümüz qəti şəkildə bunu eləmirik, peşəkar presə göndəririk həmişə. Peşəkar presdə bu səliqəli şəkildə çıxardılır, yenilər əvəz olunur, bizə gəlir, biz ondan. Və bu işlər də görüləndən sonra avtomobilimiz təkər nizamlanmasına göndərilir, yəni razvala. Bəli. Yəni bu işlər istər sükan mexanizmi yığılanda, istər bu hissələr dəyişiləndə mütləq şəkildə yenidən razvala getməlidir. Əla Mahmud, çox sağ ol, ətraflı məlumat verdin. Ülvi dostumuz salamlayır bizi, Opel klubun admini salamlayır, sağ olsun. O da belə detallar gətirmişdi. O da Sən Pradovun yanacaq çənini saldıq biz aşağı. Buradan birbaşa. Bu qədər. İş biraz zəifdir. Zəifdir. Ülvi gəl də Ülvi, zəhmət olsa gəl. Biz keçək. Dəyərli izləyicilər, efirimiz davam edir. Avtotəmir live efirini izləyirsiniz və Mahmud sağ olsun bir neçə detallar gətirdi və bizə ətraflı məlumatlar verdi. Buna görə təşəkkürümüzü bildiririk təbii ki. Biz də dəstək verdik. Bəli, Fərid də belə kənardan çox gözəl dəstəyini göstərdi. Belə bir sual var, 22:34-dən gəlir, salamlayır bizi. Əvvəllər Camry olub, 40, yaxşıdır, məni incitmədi. 3 il ərzində indi Ford Fusion sürürəm, 2015 buraxılışı, komfortda çox böyük fərq var. Fusion həm sürüş, həm də komfortda irəlidədir. Hər ikisi gözəl markalardır. Sadəcə gördüm, müqayisə edirsiniz, dedim mən də təcrübəmi bölüşüm. Hər kəsə uğurlar deyir. Sağ olsun. Fusion Camry-dən öndədir deyir. Fusion'da biraz klima sistemi biraz fərqlidir. Bilirsiniz, mən bir şeyə də fikir vermişəm. Bizdə Toyota'nın full opsiyasını əldə etmək çox çətindir. Qiymət baxımından. Qiymət baxımından çox baha başa gəlir, amma həm də mühərrik məsələn 2 turbo Fusion'da, Toyota'da amma 2.5, bu da gömrük xərclərində də yenə məsələn Amerikadan gətirəndə də fərq eləyir. Nəticə etibarilə biz həmişə daha aşağı opsiya
Toyotalar sürürük. Bəzən o da bu müqayisələrə təsir İstər-istəməz edir. təsir eləyir. Yəni imkan çatmır maddiyyata görə. Ford Fusion qiyməti elə də baha deyil belə götürəndə. Hələ qiymət niyə qiymət doğrudan aşağıdır ki? Bəzən belə bir sözlər deyirlər. Ford Fusion komfortu birisi çox gözəldir, amma qiymətlər aşağıdır. Qiymətlər ümumiyyətlə niyə aşağıdır? Tələbat olmadığına görə də böyük ehtimal Niyə ki. həm qiymətin aşağı olmağı ilə də narazılıq eləyirik? Bunun yuxarı olmağı ilə səbəbi də ola narazılıq bilər də əslində. eləyirik. Tələbat azdır ona görə. Məncə çox daşınsa, məsələn bir ara Priuslar Çox çox daşınsa deyəndə ki, daşındığı qədər daşınıb da nə qədər daşınsın. amma komfortuna görə hərədə qiyməti bahadır. gəlməyindədir, Yəni qiymət istehsalda ucuzdur. Hal-hazırda dayandırılıb. Fusion Yəni, mı? Hə. Yəni kifayət qədər də var. Qiymətdəki valla çox Biraz münasib. bir məsələ var. Bizdə mən bir şey də fikir vermişəm. Kasıbın əli biraz yaxşı maşına çatan kimi başlayırıq həmin şeyi pisləməyə. Məsələn, bu dəqiqə Çin BYD-lərin çox belə Yeni ilə pisləyirlər. insanlar pisləyirdi, amma mən şəxsən çox bəyənirəm. Mən bu də maşını. bəyənirəm o maşını. Mən Yəni en qiymətinə qədər görə bizim servisdə bizim indi korporativ müştərilərimiz ki var, yəni gələndə yaxınlaşan dövri baxımlarını biz deyil, yəni Aha. reklama girməyək. Aha. Yəni biz o avtomobillərdə baxırıq ki, 100 mindən yuxarı gedən maşınlar var en qədər. Çünki taksi fəaliyyəti ilə məşğuldur bu avtomobillər. Bəli. Biz hələ bir BYD-dən gedir. Hə, biz hələ stabilizator sırğası dəyişməmişik biz bu maşında. Yəni bu böyük göstərici deyilmi? Hə, qəza eləyəndə ənənəvi avtomobillər kimi deyirlər. Həddən artıq çox zədələnmə baş verir. Düzdür, içəridə təhlükəsizlik cəhətdən zədələnmə olmur insanlarda, amma avtomobil özü yararsız vəziyyətə düşür. Ondan razıyam. Amma ki 20 minə də başqa nə istəyirsiniz? Hətta 18 min. Mən bir də onu bildirmək istəyirdim ki, Fordun detalları biraz deyirlər bahadır. Valla Ehtiyat baha sənə- deyil. İndi baxır nə ilə müqayisə edirsən, o da var, amma Yəni, yenə də. bilirsən mən nə cavab verəcəm, ona görə deyirsən baxın nə ilə müqayisə olunur, amma ki belə deyim, heç də baha deyil. Yəni normal maşın qiymətinə Tez-tez işlənən şeylərlə müqayisə aparaq da. Məsələn, Fordun nə ilə müqayisə edə bilərik? Misal üçün əyləc bəndlərindən söhbət edək. Əyləc bəndləri 120 manatdır cütü. Orijinal, Orijinal. sırf orijinal. Yox, orijinal yoxdur. Yəni A klass deyək də, yəni işləyən problemsiz orta Firma malları. segment. 120 manatdır. Aha. Çox bahadır da, düz deyirlər. Toyota Camry-də nə Yox, var, qədərdir? 50 manata da var. Bəlkə 35-40 Amma o manata, işləmir. 50 manata super əyləc məhdləri ala bilirsən Camry. Camry, hə. Bahadır Nə bilim. orada. Ən orijinalı da belə 120 manat, 130 Ya səs manat. eləmir onlar. Hə, ön əyləc məhdləri. Ola bilər. Bu bir. Sonra Ola bilər. mənə bir dənə Fordun ucuz, Toyota Camry-dən ucuz detalını denən. Mən o qiymətlərini bilmirəm. Yox, indi Yox, sən yox, Sahib yox, Mahmud şeylər deyəcək. sual Sən verdin ki, yoxsa Razvan, yəni, sən ən ucuz gördüyün bir detal denən, Mahmud ona cavab verəcək. Bir dənəsini denən. Mən adicə bir şeydə korobka filtrinin qiymətində mən dedim, o dedi 30-40 manat. Aha. Yox, yox, Neçə 30-40 dedin? deyil, 30-40 deyil bu məhsul. Sən Bu neçə- məhsul 55 manatdır. Misal üçün 55 bunun manat. ən belə ən bizdə filtr 120 manat. O da baha gəldi. bizdə ən, yəni zavoddan öz Yəni üzərində o da çıxan orijinaldan söhbət gedir, o A klass deyil. zavoddan üzərində çıxan filtr belə bizdə 80 manat, 75, 85 belə. Fərdi efiri bununla yekunlaşdıraq da. Bir dənə Məsləhət Fordun sənindir. Camry yox, bir dənə Fordun Camry-dən ucuz detalını denən mənə, bir dənəsin. Ha, nə Yox, ucuz ola niyə? bilər? Yox. Elə belə özümə maraqlıdır həqiqətən də. Var elə bir detallı. Mən bilmirəm axı kamerdə nə neçəyədir. Sən bildiklərimi sən ucuz dedim bildiyin denən, ən ucuz bildiyin nə var məsələn, yadva düşən? Var bir şey? mən. Stabilizator rezinləri neçədir? Bilmirəm qiymətlərini mən sözün açığı. Farsukanın- Arşınma şamları. Şam neçədir bir dənəsi? Orijinal neçədir? Bir dənə ilə getmir, o komplekt. Hə, o olsun komplektdə. Komplektdəki Dörd dənə 80 dənə. manat. Hə, da 4 dənə. 80 manatdır o. Hə, Zavoddan gələn hə. Yaxşı qiymətdir də əslində. Toyota da elədir də. 80. Təxmini 22 manat, 23 manat belə civarlarda oynayır. Yəni 4-5 manat fərq var. Tapdım Orada da bunu. yəni modeldən asılı olaraq dəyişir də. Sən Orada var, orijinal iridium demədin amma. var, Orada Sən yox, var gülür bax. Yox, iridiumdan gedək də, iridium olanı. İridium. hə, ilə. 120 manat. Hə, də deyirəm. 120 manat biz yenə də Öndəyik. qiymət. Toyota Camry yenə də öndədir. Ona görə Yəni də baxın, dostlar- baxım xərcləri məsələsinə gəlir. Yox, yenə də real müqayisədir əslində bu. Hə. Baxım istismar xərclərində Toyota həqiqətən yenə də qabağa düşür. Öndədir. Mən deyirəm də Fordun detalları müqayisəsində Həm daha bahadır. gec-gec xarab olmağı ilə qabağa düşür, Bəli. həm də məhsulun qiyməti ilə qabağa düşür. Bax bizim servisin qabağında bir dənə nöqtə var. Orada avtomobil saxlayan adamlara yoxlanış üçündə şübhə ilə gələn adamlar. Yəni bu 2-3-cü dəfə təkrar olunub,
sırf həmin nöqtədə saxlayanda mühərrik vurur. Oy. Bilmirəm orada nə var. 2-3 dəfə baş verir. Sən- Orada sən- saxlanır. Orada dayanma durma nişanı qoydu. Sən orada yəqin pulsuz vaxt var düşür. Baxırsan deyirsən, ay nə mühərrikin yığaram bunun. Belə deyirsən o da dağılır da, gözündə bax. Yəni 2-3 dəfə sırf orada dayanıb gəlib düşüb. Qayıdıb Əl biləndə aşağı var. olan vaxt. Əl aşağı olanda da deyirsən, olar. baxır deyir ki, bu nədir, dağılardı, yığardıq da, bunu Niyə donk dağılır dağılmır, orada, hə. Gözündə var Mahmudun. Nəfsimizi Diqqətli və misal ehtiyatlı öğretmez. olun dəyərli Toyota Lexus sürənlər. Dəyərli dostlar, efirimizi yekunlaşdırırıq və bu gün efirimizdə bizə köməklik göstərdi Toyota Lexus Klub Azərbaycanın admini Mahmud dostumuz Mahmud. Çox sağ ol, minnətdarıq sənə. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun, izləyicilərə də təşəkkür edirəm. Vaxtlarını ayırıb bizə qulaq asdılar. Sağ ol Biz və ağıllı danışdıq, o qulaq asdılar. inanırıq ki, bir nəfər də olsa maarifləndirə bildik, bildiyimiz qədərlə. Yəni bizim də bilmədiyimiz nələrsə var. Sizdən də hər zaman öyrənməyə bizim üçün xoş olar. Yəni problem deyil. Və Ford Klub Azərbaycanın admini Fərid dostumuz da Fordun kürəyini yerə vermədi, Fordu tərəflədi ki, tərəflədi. Sağ olsun. Siz çox sağ olun ki, bizi bura dəvət eləmisiniz. Biz də insanları bacardığımız qədər maarifləndirməyə çalışırıq. Ford sürmək nətər deyim, hər insan bu Fordu sürüb o ləzzəti ala bilmir. Kim ondan ləzzət alırsa bizim adamdır. Yəni Hamı Ford sürsün, razı qalsın. belə çıxır ki, məsələn pis avtomobil də olsa, çalışın ondan həzz alın. Elə bir Bəli, bəli. Yəni sürdüyün maşından həzz almadınsa o maşını niyə sürürsən? Hə. İstəyirsən No 6-nı elə bəhbəhlə sürən insanlar var ki, yəni ləzzət alırlar ondan. Bəli. Onun üçün o həm Toyota'dır, həm Ford'dur, həm Yenə də mən BMW-dir. Bəli. yenə də mənim dediyim söhbətə gəldi. Hansı avtomobilə düzgün qulluq edib, onu düzgün formada istismar edə bilirsənsə, o sənin Avtomobili üçün ən ideal sevmək lazım. avtomobildir. Sevdinsə o sənin üçün ən yaxşısı olacaq. Bəli, bizdən isə bu günlük bu qədər. İnşallah bir də gələn efirimizdə görüşmək ümidi ilə. Hələlik, Allah'a əmanət olun.